təşkilatçılığı ilə vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş futbol turniri təşkil edilibdir. Və bugün artıq final oyunları başa çatıbdır. Tədbiri açmazdan öncə mən təklif edirəm ki, Azərbaycanımızın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda fədakarlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edəcək. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Və Xancınar Futbol Klubunun bu təşəbbüsü çox təqdirə layiq bir haldır. Və mən hesab edirəm ki, fədakarlığı ilə, öz canları ilə Azərbaycanımızı ərazi bütövlüyünü təmin edən, bir qürur ölkəsi bizə bəxş edən, miras qoyan şəhidlərimizin əziz xatirəsi həmişə yad edilməlidir. Və bu yaxşı bir təşəbbüsdür və eyni zamanda həm gənclərimiz üçün çox vacibdir, gələcək nəsillər üçün çox vacibdir, eyni zamanda milli mənəvi dəyərlərimizin qorunması baxımından, şəhidlərimizin tanıtması baxımından və gələcək nəsillərə bir nümunə kimi təqdim olunması baxımından belə bir turnirlərin keçirilməsi çox əhəmiyyətlidir. Təkcə futbolla bağlı yox, bütün sahələrdə, elm olsun, təhsil olsun, digər sahələrdə belə turnirlər təşkil olunmalıdır. Çünki şəhidlərimiz bizim tariximizin qürurlu yaradıcılarıdır. Və hesab edirəm ki, ölkəmiz, xalqımız nə qədər ki var, şəhidlərimiz daim qəlblərimizdə yaşayacaq və onların xatirəsi həmişə əziz qalacaq. Və bu gündə, bu tədbirdə qazilərimiz var, şəhid ailələrimiz var, şəhid valideynlərimiz var və onları da salamlayırıq, onların dərlərini öpürük. Və inanıram ki, Azərbaycan xalqı o şəhidlərimizin xatirəsini həmişə əziz tutacaqdır. Əziz dostlar, komandalarımız bizə çox gözəl oyun bəxş elədilər və mən hər iki komandanı təbrik edirəm və inanıram ki, bu komandalar, bu gənclərin hələ ən gözəl oyunları qarşıladı və artıq Xancınar Futbol Klubu bu turnirin qalibi olubdur. Mən komanda rəhbərliyini, futbolçuları bir daha bu turnirin qalibi olması münasibətilə səmimi qəlbdən təbrik edir və uğurlar arzulayıram və ilk sözü də komandanın rəhbərlərindən biri olan Müşfiq müəlliməsə verirəm. Buyurun. Hər bir kəsi salamlayıram, şəhid valideynləri, şəhid anaları, sizin qarşınızda baş əyirəm. Həqiqətən bugün sizin övladlarınız şəhid olmaqla bizə belə bir vətən miras qoydu. Qazilərimizi də salamlayıram. Biz qazilər, mən özüm də qarışım, mən də qaziyəm. Biz qazilər şəhidlər, şahidlərik. Və ona görə hər birimiz bu vətən üçün, dövlətimiz üçün çalışmalıyıq, bunu daha da möhkəmləndirməliyik. Bugün iki komanda, Cəbrayılın iki komandası, Xancınar, Aras, ikisi də Cəbrayılın komandasıdır, finalda oyun göstərdilər. Bütün oyuncularımızı təbrik edirəm, hər birinizə uğurlar. İnanıram ki, gələcəkdə Liga 2, Liga 1 və Respublika çempionatlarında hər birinizin səsi gələcək. Buradan söz vermək istəyirəm. Şəhidimiz Ramil Hacıyev, mənim döyüşçü yoldaşım, xidmət vaxtı bir yatağı bölüşürdük, uzanırdıq, postlarda bir olmuşuq və onun atası Nərman kişiyə söz verirəm, öz xeyir duasını versiniz. Buyurun Nərman kişi. Hər birinizi salamlayıram. Allah sizi qorusun. Şəhidlər haqqında, qazilər haqqında danışmayacağım. Çünki danışdılar. Hamımız bildik ki, bir yerə gəlib çıxmamızda əlbəttə şəhidlərimizin, qazilərimizin böyük rolu olubdur. Allah bütün şəhidlərimizin məkanlarını cənnət eləsin. Sizlərə də Allah uğur versin.
qalib gələn hər zaman çalışacaq ki, qalib gəlsin. Mən də sizə arzulayıram ki, hər zaman çalışasınız ki, Cəbrayılımızın adını uca tutasınız, qalib gələsiniz. Sizə bu işlərinizdə uğurlar arzulayıram. Sağ olun. Sağ ol. Analarımızdan çıkış edelim. Buyurun. Ben de hamını salamlayıram, hoş gəlmişsiniz deyirəm. Bu türlü tədbirlərin keçirilməsinə görə hər birinizə təşəkkür edirəm. Siz də ruhdan düşməyin. İnşallah ki, hələ qabaqdadır. Uğurlarınız bol olsun. Allah sizdən razı olsun. Şəhidlərimizin rəvanımız olsun. Qazilərimizə də Allah şifa versin. Çox sağ olun. Sağ ol. Canan kişi, bir öz ürək sözlərinizi deyərdiniz, şəhid atası. Çok sağ olun söz verdiğinize göre. Ben de her bir şey salam veririm. Şehit ailelerini, şehit analarını. Bu şehitler hakkında çok söz söhbətlər getdi. Yaxşı ki, şehitler, gazilerimiz, veteranlarımız Azerbaycanımızı dünyaya tanıttı. Ve Azerbaycanımızı dünyaya tanıtmakla bizim Azerbaycanlılar da bize kıymet verdiler ve biz özümüze kıymet verdik. Çok sağ olun Müşfik müəllim. Ben size öz minnətdarlığımı bildirirəm öz ailəmiz adından. Sağ ol. Xançınar kollektivinə, o cümlədən müəyyən bu tipli tədbirləri keçirən kimlər varsa hamısına öz minnətdarlığımı bildirirəm. Və futbolçulara uğurlar arzulayıram. Burada uzam olmadı. Hamınız qalibsiniz. Sizlere de uğurlar olsun. Gelecekte arzulayacağım ki sesiniz Resul'e seviyer yok, Avrupa ve dünya seviyesinden gelsin. Çünkü hele cavansınız, ben futbolun ne olduğunu bilirim. Futbolun içinde büyümüşüm. Bizim şehidimiz de futbolcu olup, Azerbaycan şampiyon olup ve şehidimizin evladı kız evladı. O da futbolcu olup. İki defa Azerbaycan şampiyonu olup, Belçika komandasında. Bəli, bilirəm. Tercihinde ve bugün de İdman Akademiyası 2. kursunda okuyoruz. Yani demek istedim ki, hala cavansınız. İnşallah sesiniz yaxşı yerlerden gelecek. Azerbaycan Milli Yığma Komandası'nın heyetine sizin sesiniz gelecek. Yine de hamınıza uğurlar olsun. Uğurlar arzu ederim. Size de çok sağ olun. Sağ ol. Allah Sağ ol. kömürünü versin. Buyur. Çok sağ olun Müşfik müəllim. Bugün sözün əslində arasında həqiqətən elə bir günə təsadüf edirik ki, əziz gənclər, dünən bizim ordumuzun yaranmasının 108 illiyi. Gec də olsa, mən sizi bu münasibətlə təbrik edirəm. Və bunu da bu ərziyə gətirməkdə kimin əməyi olursa, siz oyuncularla birlikdə onlara təşəkkür edirəm ki, ordumuzun yaranmasının 108-ci il dönümünə şəhidlərimizə həsr ediniz. Bu oyun çox gözəllik geçti. Təbii ki, komandanın biri udar, biri uduzar. Ancaq elə eləyək ki, gələcək o böyük oyunlarımızda uduzmayın. Siz hər birinizə fiziki güc arzulayıram, özlərinizdə çalışmağı arzulayıram. Hər bir oyundan sonra yoldaşlıqda bir-birinizə bir sual verin ki, o sualın da cevabı belə olsun ki, səhvin qəbul edəsin. Belə oynamalıydı, belə oynamalıydı. Bir-birinizdən diskusiyalar aparıb, nəticə çıxardasınız. Sizlərə uğurlar arzulayıram. Gün olsun ki, Cəbrayılın mərkəzində böyük bir stadionumuz olsun. Biz sizi orada almışlayaq, o oyunlara qatılasınız. Təşəkkür ederim size. Şəhid ailesi Fatıma Hanım, özünə sözlərini desin. Buyur gəlsin. Öncelikle herkese salamlayıram. Bu işten emeği geçen, daha böyükten kiçiyə qədər hər kəsə təşəkkür edirəm. Uşaqlara uğurlar arzulayıram. Mən 92'den 94'e qədər mən qurur döyüşdüm. Siyafət Söhrəboğlu'nun qızıyam. O şəhid ki, Çingiz Mustafayev tərəfindən çəkilişlərdə kadrları olan, yaralandığım kadrları olan o şəxsin qızıyam. O şəxsin qızıyam.
şehit sayılırlar. Çünkü çok şeyler görürler. Bugün onların ruhu da ağrıyor. Biri var insanın gözünden yaş gəlir, biri var ruhu da ağrıyor. O qazilərin bugünkü gündə qarşısında başlayan, Türkmen Vatan birinci qazi olub, sonra tekrar döyüşə dünyasını değişib. Ve sonrasında ise şəhid analar sizlərin qarşınızda başlayan. Məni buna dəvət edən Elçin müəllim, Aysel xanım, Əhməd bəy, təşəkkür edirəm hər birimizə. Və mən istəyərdim ki, hər daim keçmiş də yada düşsün. Şahid şəhidlər unudulmasın. Bugün baxıram ki, 92-dən 94-də olan döyüşçülərdən son vaxtlar ancaq mən ortadayam. İstəyərəm ki, sayımız çox olsun. Unudulmasınlar. Çox sağ olun, təşəkkür edirəm. Bir daha hər birinizin qarşısına baş əyirəm. Sizlərə də uğurlar arzulayıram. Qazilərimizə deməli, təqdim olunur. Buyurun. Teşekkürler. Alkışlayan, bunun halkına çok kurulun, devlet temsil ettiği teşekkürnamelerdir. Gazilerimize de takdim olunur. Hakim kömeğine. Konaklarımıza verelim. Konaklarımız için arada. Çok sağ olun müəllim, Allah razı olsun. Ben de öz adımdan, İctimai Birliğimizin çok sayılı qaziler adından her iki komandanı bu oyunda iştirak edildiklerine göre tebrik ederim. Onlara gələcəkdə, qarşıda gələcək oyunlarda hər şeydən uğurlar arzulayıram. Asaqalımız dedi, əlbəttə burada hər iki komanda qalibdir. Hər iki komanda. Əsas məsələ o ki, sizlərin bu çıxışda, bu oyunda göstərdiyiniz oyun şəhidlərimizin adı ilə bağlıdır. Və şəhidlərimizin adı harada çəkilirsə, harada anlanırsa, orada hər kəs iştirakçılar qalibdir. Allah Teala vətənimizi, millətimizi, dövlətimizi qorusun. Allah Teala bu üçlüyü bir yerdə, bir yumruq altında birləşdirən Ali Başkomandanımız, Müzəffər Komutanımız, İlham Əliyev cənabları sağ olsun ki, bu üç birliyi bir yerdə qurub, bizlərə, vətənimizə, dövlətimizə bu qələbəni yaşatdı. Qarabağ Azərbaycandır. Sizinlə bir hədiyəmiz var. Sinan futbol komandasının məşqçisi Elçin müəllimə. Zəhmət olmasa bir yaxınlaşarız. Deməli, biz bir ictimai birliği olarak bu təqdim edəyim öz ictimai birliğimizdə Azərbaycan Respublikası şəhid ailələri, əhliləri və müharibə veteranlarının müdafiəsi ictimai birliyinin Abşeron rayon təşkilatının sədri, Hər Vətən müharibəsinin iştirakçısı mən Hacıyev Salih. Bu şərtin fərmanı Elçin müəllimə təqdim etmək üçün bizim idarə heyətimiz qərar verir və belə bir mətndədir. Şəhid və qazi ailələrinə, həmçinin az təminatlı ailələrə daim təmənnasız olaraq göstərdiyi maddi və mənəvi dəstəyə görə təqdim olunur. Kontinent futbol komandasının baş məşqçisi Elçin Həsənov. Təbrik edirəm. Uşaqlar sizlərə əmanət, siz Allaha əmanət. Alkışlayan,
20 nəfər hesablamış. Çox gəliblər. Çox gəliblər. Sonra da nəzərə verər. Sonra 2 nəfər qalır. Aslında bunlarla biz çox rastlaşmışıq, çox oyunlarımız olub. Yaxşı yoldaşlığa layiq oyun oynayırlar. Hər iki komandaya uğurlar arzu edirəm. Çox sağ olun. Sağ ol. Alkışlayan Bir sırayla gedin, ham bir yerden almadı. İkinci sıra, üçüncü sıra. O bir taraftan gidiyor. Tamam. Gel. tebrik ederiz. Şimdi ise Kubok'un təqdimatına keçək, hörmətli onlardır. Buyurun. Ha, koy kalsın. Siz yaxınlaşın zəhmət olmasa ben baş məşqçi Elçin Həsənov buyurun təqdim edeyim. Herkese. Alkışlar. Komşulara takip edeceksin. Hörmətli tədbir iştirakçıları, hörmətli iştirakçıları bir buna təşəkkür ederiz, qabirləri təbrik ederiz və eyni zamanda Hansılar Spor Klubu'nun bütün rəhbərlərini gözəl təşəbbüsə görə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş bu turniri gözəl təmsil etdiyinə görə təşəkkür edirik. Tanrı bütün şəhidlərimizin ruhu şad eləsin. Tanrı Azərbaycanımızı qorusun. Və indi də son olaraq sözü verirəm klubun rəhbəri Müşfiq müəllimə. Buyurun. Çok sağ ol. Bütün qonaqlara təşəkkür edirəm. Bu tədbirə gəldiniz. Yəni biz Xançınar Futbol Klubu olaraq bu tədbiri mütəmməli olaraq keçirəcəyik. Bizim məqsədimiz odur ki, bizim Xançınar Futbol Klubu gələcəkdə 2-ci və 1-ci liqalarda təmsil olur. Bir daha yenə də deyirəm, çox sağ olun. Analar, bacılar, qardaşlarımız, hər birinizə minnətdaram. Biz bu tədbiri keçirəndə heç bir təmənnə gülmədən keçirdik. Mən həmişə deyirəm, mənim şəhid analarım, şəhid atalar, şəhid qardaşları, siz başınızı dik tutun. Siz hansısa məclisə gedəndə ikif olmayın. Allah açıq, sinə irəli, həmin məclisə daxil olun. İstəmirəm sizin yüzünüzdə, könlünüzdə o biraz qəmginlik istəmirəm. Siz vətənə övlad verdiniz, şəhid oldular, qazi oldular. Bu vətən üçün, bu vətən onlara minnətdardır. Sağ olun, hər birinizə təşəkkür. Yaşasın Azərbaycan. Minnətdaram, sağ ol.